Onkoloji müalicə multidisiplinar komanda işidir. Bu komandanın üzvləri bir-birinə güvənərsə, hər kəs öz məsuliyyətini dərk edərsə, hər kəs öhdəsinə düşən işi tam gördüyü zaman xəstənin sağalma şansı biraz daha yüksəlir. Xəstə bizə müraciət etdiyi zaman qaraciyərdə olan böyük törəmə və əlimizdəki biopsiya cavabları bunun öd yollarından qaynaqlanan bir xərçəng olduğunu gördü, bizə göstərdi. Burada ən əsas yük cərrahın üzərinə düşürdü. Çünki medikal onkoloq doğru zamanda xəstəni cərraha yönləndirə bilirsə, xəstənin şansları biraz daha yaxşılaşır və çox dəyərli cərrahımız Eldar Əhmədov tərəfindən xəstəyə sağ tərəfli hepatektomiya cərrahi əməliyyatı icra olundu. Əməliyyatdan sonraki dövr çox uyğun, əməliyyatın həcminə uyğun, xəstə bərpa keçdi. Cərrahi sərhədlərimiz təmiz olduğuna görə sadəcə risk önləyici qısa dönəm biz monokapesitabinlə adjuvant müalicə ilə yetindik. Yəni uzun bir dönəm kimyoterapiyalara ehtiyacı olmadı xəstənin, daha ağır müalicələr alası olmadı. Bütün bunlar necə baş verdi? Yalnız komanda daxili doğru müzakirə və xəstənin bütün bu müzakirələrin yekunlaşması üçün səbrinin çatmağı. Bəzən bu periodda vaxt nə qədər çox çəkirsə, xəstə üçün nəticəsi daha yaxşı olur. Çalışın həmişə doğru komandada olun.